Prezident İlham Əliyev sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Nekroloqda deyilir, Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi və əməkdar dövlət qulluqçusu Vahid Cümşüdoğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat etmişdir. Vahid Axundov 1942-ci il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o 1959-1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis iqtisadçı ixtisası üzrə ali təhsil almışdır. Vahid Axundov 1969-cu ildə iqtisad elmləri namizədi və 1981-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini, 1986-cı ildə professor elmi adını almışdır. Əmək fəaliyyətinə 1959-cu ildən başlayan Vahid Axundov 1964-cü ilədək Bakı Dəri Qalantereya fabrikində və Bakı Avtomobil Ehtiyatı hissələri zavodunda müxtəlif işlərdə çalışmışdır. O 1965-1966-cı illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində iqtisadçı, 1966-1970-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisad İnstitutunda böyük və baş iqtisadçı, 1970-1987-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor, müavini və direktor, 1987-1991-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarə etmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrini tutmuşdur. Vahid Axundov 1991-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri və Azərbaycan Respublikasının İqtisadi Siyasət üzrə dövlət müşaviri, 1993-cü ilin may-noyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi Siyasət və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru, baş nazirin baş iqtisadi müşaviri olmuşdur. O 1993-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsini icra etmişdir. Vahid Axundov uzun illər Azərbaycanın milli maraqlarının qorunması naminə bilik və bacarığını əsirgəməyərək, peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkədə iqtisadi islahatların uğurla aparılmasında iqtisadiyyatın bütün sahələrinin dinamikliyinin təmin olunmasına yönəlmiş, dövlət proqramları və konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirə layiq fəaliyyət göstərmişdir. Öz işində hər zaman obyektivlik və prinsipiallıq nümayiş etdirməklə dövlətçilik mövqeyindən çıxış etməsi ona dərin hörmət və ehtiram qazandırmışdır. Vahid Axundovun tədqiqatçı alim kimi iqtisadiyyatın ayrı-ayrı problemlərinin öyrənilməsinə dair 150-dən artıq samballı araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır. Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O 1992-ci ildə əməkdar elm xadimi, 2006-cı ildə əməkdar dövlət qulluqçusu fəxr adlarına layiq görülmüş, 2007-ci ildə şöhrət, 2012-ci ildə şərəf ordenləri ilə təltif edilmişdir. Tanınmış ictimai xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Vahid Cümşüdoğlu Axundovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin.